Hər kəsin arzusunda olan bir ev təqdim edəcəm. Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Allah xeyirli arzularınıza çatsın inşallah. Dəyərli izləyicilərimiz, biz hardayıq bugün? İsmailli rayonunun Xanagah kəndi. Adını səhv eləyirəmsə üzr istəyirəm. İsmailli rayonunun Xanagah kəndində. Belə bir gözəl 9 daş, 10 daş hündür kürsülü bir bağ evi. 12 sotda inşa olunub, sənədlər tam qaydasındadır. 8 sot rəsmi çıxarışdır, 4 sot bələdiyyə zəbt hissəsi var. Bu da bu evə aiddir. Dəyərli izləyicilərimiz, bir dənə həyətində yer evi var belə. Biz ona köhnədən yer evi deyirik. 2 otaq, 1 mətbəx. Gələcəkdə qonağımız gəldi, burada inşallah ki, istirahət üçün saxlaya bilərsiniz. Bir dənə gözəl evimiz. Buranın üstün cəhətlərini deyim, hər bir şeyini təqdim eləyəcəm. Çayın tam sahilindədir. Yəni, evin sağ tərəfi çaydır. Dağdır, sol tərəfimizdə dağdır, arxa hissədə dağdır. Əsl o, belə deyim ki, rayon ab-havasına, dağ-dərə istəyənlərə bax, bu ev əsl yararlı bir evdir. Dəyərli izləyicilərimiz, buranın həyətindən əlavə bir dənə də 4 sot sol tərəfdə torpağımız var, o da qiymətə daxildir. Yəni, onun da addenlə satılır, ətrafında da hasar çəkilib. Onu da göstərəcəm. Bir dənə operator çöldən göstərək. Sonra bu evin həyətini də, içərisində hər bir şəraitini təqdim eləyəcəm. Bax, çöldən o çay yatağını göstərin, bax. Evin sağ sahilindədir. Bax, bura çayın tam sahilində. Buradan göstər zəhmət olmasa. Sol tərəfi də dağdır, sağ tərəfi də dağdır. Hər bir şəraiti də var, qeyd etdiyim kimi. Elektronik qapıdır. Bura sahibi çoxlu xərcləyib. Amma hal-hazırda təcili satılır deyə dəyərindən aşağı satılacaq. 3 yerdən su xətti çəkilib bura. Dağlardan çəkilən sudur. Ehtiyat su çayına var 10 tonluq. Bunu da qeyd edim. Bunlar hamısı şərtdir. Qurğoboy cütqat kubikdən tikilmə bir evdir, dəyərli izləyicilər. Geniş talvar hissəsidir, izolyasiya işləri görülüb. Yəni, burada bəzi şeylər yadımdan çıxsa üzr istəyirəm. Kombi sistemi quraşdırılıb. Həm adden İran peçləri var, həm də kombi sistemi var. Burada bir dənə besetka hissəsi. Daş manqalı olsun, əl üz yumağı yeri olsun. Belə deyim ki, hər bir şey burada da quraşdırılıb. Manqalı şişləri. Evin dörd bir tərəfində də fırlana bilirik. Bax, bunu da qeyd edin. Dəyərli izləyicilər, bu birinci həyətdəki yer evini təqdim edin. Sonra evin özünün içərisini inşallah təqdim edəcəm. Bu 9 da daş dölü, 11 daş kürsüdür. Mən səhv deyirəm. Buranı göstərək birinci. Bax, burada addenli Sanuzel hamam da mövcuddur. Burada sağ tərəfdədir. Bax, buradan girdik, bismillah. Bax, bura mətbəx hissəsi. Əşyalıdır. Dəyərli izləyicəm, əşyalı o satılacaq. Bura bir dənə zal hissəsi, bir dənə də yataq otağı. Gəldin, yəni 2 nəfər qonağın gəlibdir, evdə adam çoxdur. Addenlə evləri qapını açarını verirsən ki, sən burada qal, istirahət elə. Və evimizin içərisini təqdim edək. Bir dənə o 4 çoxdur mən ərazisini göstərim, sonra içərini təqdim edim. Yaşıllığa bax, məşallah, buranın bir havası var. Mənim təqdimatlarım çoxsu Qəbələdə olub. Amma buranın da, həqiqətən də havası çox gözəldir, məşallah. Bax, bura istəsiz gələcəyinə evin sol hissəsidir. Hovuz düzəldə bilərsiniz. Bax, buradan 4 sota keçid var. O asfalt yoldur. Qapısına kimi də asfalt. Dəyərli izləyəcəyimiz. Yəni, burada daşlıq yol gəldim, problemli yol, elə bir şey yoxdur. Əsas magistralı da yaxındır. Buradan 4-5 metr fərq eləyər. Evimizin içərisini təqdim edim, dəyərli izləyəcəyim. Daimi suyu var, işığı, qazı, suyu, interneti, hər bir şərait qurlaşdırılır. Bismillah. Buranın evin ən çox xoşuma gələn, ən gözəl yerini göstərəcəm, bax. Bura bax. Operator bəlkə də burada seyləyər, burada qoysam qalar burada. Heç gəlməz məndən çəkilişlərə. Ancaq istirahət eləsin burada. Bax, bura teras hissəsi. Mənzərəyə bax, məşallah, bax. Allaha həmd olsun. Bu, Allahın bizə verdiyi nemətlərdir, ona söz ola bilməz. Bura teras hissəsi, buranı təqdim elədim. Girək içərisinə. Geniş, bizi bax, burada hol hissəsi. İşıqlarımız yanında. Bir yəni, üzr istəyirəm mən bu işıqları elə yandırım sizə təqdim etmək üçün. Bura zal hissəsi, mətbəx, studiya mətbəxlə birgədir. Əşyalar, bütün elektronik əşyalar qurlaşdırılır. Hər bir şəraiti var. Üzr istəyirəm, bir dənə bu işıqları mən tam yandırım ki, siz buranı yaxşı tanış ola biləsiniz. Buradan birinci yataq otağı, dəyərli izləyicilərimiz. 3 yataq otağıdır bura. Bura sanuzel hamam və 2 dənə də addenli. Burada yataq otaqlarımız var. Bunları da təqdim eləyəsin operator sizin üçün. Dəyərli izləyicilərimiz, qiymət 190 min manatdır.
dəyərindən aşağı satılır. Yəni bura çox pul xərclənib. Hər bir əşya qurlaşdırılıb. Yenə də gələcəksiniz, cüzi endirim olunacaq. Şəhərin səsindən, küyündən qaçıb gələ biləcəyiniz ideal ərazidir, super evdir. Kombi sistemi qeyd etdiyim kimi qurlaşdırılıbdır, hər bir şərait qurlaşdırılıbdır. Ətraflı məlumat üçün kanalda nömrəmiz var. Videonun altında da qeyd edəcəm. Kanala da abunə olmağı yaddan çıxartmayın. Sağ olun, salam.